Xanım qızımız deyir ki, İlham Əliyevə paxıllıq edirsiniz. Əlbəttə ki, edirik. Şəxsən mən özüm İlham Əliyev və onun ailəsinə çox paxıllıq edirəm. Çünki 33 ildir İlham Əliyev və ailəsi öz hesablarına, öz ciblərindən, öz halal maaşların varsa ondan 1 manat da pul xərcləməyiblər. Nə ev pulu veriblər, nə ev kirəsi veriblər, nə maşın alanda maşın pulu veriblər, nə bilim uşaq oxudanda uşaq pulu verməyiblər, institutda pul verməyiblər, əskərliyə gedəndə pul verməyiblər. Niyə paxıllıq eləməyim ki? Əlbəttə ki, eləyirəm. Çünki İlham Əliyev kimi bizim də uşaqlarımız var. Onun uşaqları kimi. Mən də istəyərdim ki, mənim də oğlum havayı məktəbdə oxusun, mənim oğlum rüşvətsiz universitetdə oxusun, mənim oğlum rüşvətsiz işə girsin. Mən də istəyərdim, niyə paxıllıq eləməyim? Niyə paxıllıq eləməyim ki, İlham Əliyev indiyəcən pensiya dərdi çəkməyib, dərman dərdi çəkməyib, bir şey çəkməyib, əlbəttə ki, paxıllıq eləyirəm. Mən oturub fikirləşirəm, deyirəm ki, Azərbaycan nefti ilə biz fəxr elədiyimiz halda İlham Əliyev həmin neftin pulları ilə öz balalarına nə bilim imkanlar yaradır. Hələm adicənə maaşları mən götürürəm. Demək, dünya üzrə yoxlamışam. İlham Əliyevin maaşı güya ki, illik hardasa 250 min dollardır. 250 min dolları 33 ilə vurğunan, lap 22 ilə vururam da, indi bunun dediyi kimi 23 ildir, ona vururam. 22 ilə vuranda görün hara çıxır. Arvadının maaşı var, uşaqların maaşı var, həmən pulları əldə edilməyib. Hələm qanuni, güya ki, halal pulları hardasa 25 ildə 35 milyon dollaracan pul eləyir. Niyə paxıllıq eləməyim ki? Niyə paxıllıq eləməyim ki? Biz didərgin düşmüşük ora-bura, amma o oturub orada bizim pulumuzla, Azərbaycan xalqının pulu ilə balalarını köf eləyir. Bizim pulumuzla gedir, nə bilim, Afrikaya, Vyetnama, ora-bura özünü yaxşı göstərmək üçün güya ki, nəsə pul xərcləyir. Güya ki, bilinmir ki, o niyə görə elə eləyir. 100 milyonun yerinə 50 milyonu verir, 50 milyonu cibindədir. Bəs buna niyə paxıllıq eləməyim ki? Mən niyə paxıllıq eləməyim ki? Azərbaycanın ağıllı uşaqları xaricdə gedirlər bazarda, alver eləyirlər. Amma ki, bunun uşaqları, biri medianın rəhbəri, biri nə bilim fondun rəhbəri, baxsın, üçündən bir ağıllı uşağın ağlı çıxa bilməz. Mən ona niyə paxıllıq eləməyim ki? Mən niyə paxıllıq eləməyim ki? Mehriban Əliyeva bu uşaqlara, bu insanlara özü həkim ola bir dənə köməklik eləmir. Bir dənə bunlar